Ha, özünüzü təqdim edin, şikayətiniz nəylə Mən bağlıdır? Xəlilullah Xəlzinoğlu. Şikayetim bu məhkəmə ilə bağlıdır. Qadağan məhkəməsi Neymət Musayevlə. Aha. Bu yəni bu bir tane sərəmsi qadına qoşulub qeyri-qanuni işlər görür Qazaxda. Vallahi mən bunun harca müraciət edeyim. Yox ki, deyək, Fuad Əlaskərov, siz baxırsınız bu şeylərə. Bunu niye bir Kanun tərəfinə qoymusunuz. Kanun tərəfinə qoymusunuz. Bu nə olan şeydir? Qaldı ki, vallahi mən indi burada İnam Kərimovdan kömək istəyirəm. Burada kanunsuz hüquq pozulub. Kanunsuz məhkəməsi Xanlar Vəliyevdən kömək gözləyirəm. İyi qaldı, nə yaxşı bizim Avropa məhkəməsi var. Mən oradan kömək gözləyirəm. Mən Avropa məhkəməsinə çıxacağam. Bu iş belə getməyəcək. O Fikrət Netev, o Gəncə Polis Məhkəməsinin sədri. Sən deməli, bu Neymətlə əlbirsən, o Elminaz aparıb pulu verib sənə, onun şeyinin xeyrinə, o qadının xeyrinə, sərəmsi qadın... O qadın kimdir? Qadın kimdir ki? Qadın burada sərəmsi qadındır, Neymət əlbirdir, Roza adda qadındır. Sərəmsi qadındır. Məhkəmənin əlbir olub, cəmaatı şəhərləyir, bütün hamı şəhərləyir. O qadın dövlət vergisini ödüyormu ki? Yox, heç bir şey eləmir. İndi bax, ona xəbər alın, sən devlet vergi ödüyorsanmı, nə varırsan? Bu sən pulu hardan alırsan? Bu 6000 pul deyilsən, hardan alırsan 6000 pulu? Sən devlete verirsən, ya 6000 pulu sən harda qadar verirsən mən bu oğluma? Söhbət bununla gedir. Söhbət əsasında sənin ki, oğluna pul verir, elə Ha, mi? güya pul alır da, mənim oğlumdan bu bax, belə də bax, belə məsələlər. Sənin oğlun ondan pul alıb. Ha da bax, o qadın izləyə qaldı ki, mənim oğlum güya Hə. 6000 pul alır. Bu 6000 Ya deyil. deyirsən qadın elə şeylə, şərəminlə. Ha, şərəmiyil burada, bəli. Bu şeylə Qazax məhkəməsi Neymət Musayevlə əlbirdir. Hə. Siz Konstitusiya Məhkəməsinə müraciət edibsizmi? Eləməmişəm. Yəni indi hələ ali məhkəmədə müraciət etmişəm. Yəni qarşı gedəcəkdə ali məhkəmə deyəcək. Sonra Konstitusiya məhkəməsinə gedəcək, daha sonra Avropa məhkəməsinə çıxacağam. Mən buna qalmışam su. Ona görə deyəm aldatılıq. Su. Mənimki buraya qədər. Yəni başqa yerə müraciət eləməyibsiniz hələm ki? Bir dəfə o vaxtı eləmişəm, Prezident aparatda İlham Əliyev yazıb vermişəm, nə varmışam, elə oradan hələ bir cavab gəlməyib, o vaxtı və qalmışam belə.